Arıqlamaq deyəndə ağlınıza ancaq ac qalmaq və əziyyət çəkmək gəlirsə, bu videonu mütləq axıra qədər izləyin. Bu videoda arıqlama prosesinizi sürətləndirə biləcək mətbəxinizin 5 qızıl qəhrəmanı ilə tanış edəcəm sizi. Birinci məhsulumuz yumurta. Səhərlərin əvəz olunmazıdır. Zülallarla doludur və sizi o qədər tox saxlayır ki, günortaya qədər nə yeyim deyə düşünmürsünüz belə. Həm də əzəlləri qoruyur. Yağlarınız gedir, bədən formanız qalır. İkinci, mərcimək. Əsl lif mənbəyidir. Üçüncü məhsulumuz kəsmik. Zülal bombası və az kalorilidir. Xüsusilə axşamlar acılıq hissi gələndə sizin ən yaxşı xilaskarınıza çevriləcək. Həm sizi doyduracaq, həm də vicdan azabı çəkmədən yeyə bilərsiniz. Dördüncü məhsulumuz alma. Şirniyyat krizinin bir nömrəli düşməni. Tərkibindəki pektin sayəsində həm həzmi yaxşılaşdırır, həm də şokolad istəyini xeyli azaldır. Beşinci məhsulumuz yaşıl çay. Metabolizmin turbo düyməsi. Yağ yandırmanı sürətləndirir və bədəndə yığılan lazımsız şişkinliyi bədəninizdən atmağa kömək eləyir. Baxın, bu qidalar sehirli çubuq deyil, amma düzgün şəkildə qidalanmanızı əlavə etsəz, nəticəniz möhtəşəm olacaq. Yəni mərciməyi yeyib üstündən tort yeməsəniz, mütləq işə yarayacaq. Əgər video sizə faydalı oldusa da bəyənməyi, bir dostunuzla bölüşməyi və mənim səhifəmi izləməyi unutmayın.